Hazreti Hüseyin Aleyhisselam'ın bir mübarek hədisini diqqətinizə çatdırırıq. Hazret buyurur ki, cəddim Peyğəmbər Aleyhisselam buyurdu. Men salla aleyhi ve lem yusalli ala ali. Lem yecid rihal cenneti ve in rihaha la yucad min mesireti 500 am. Hazret buyurur ki, Peyğəmbər cəddim buyurdu ki, hər kim mənə salavat göndərib, əhl-i beytmə isə salavat göndərməsə, cənnətin iyini duymaz. Həqiqətən cənnətin iyi 500 illik məsafətən duyulur. Yəni Hazret Hüseyin Aleyhisselamın biz bu hədisi açıq-aşkar görürük ki, bəzi müsəlmanlar Peyğəmbər sallallahu aleyhi ve sellem aleyhi sözü demirlər. Amma hansı ki biz Sahih Buxaridə görmüşük ki, Peyğəmbər Aleyhisselam ki salavat ayəsini buyuranda sol elədilər. Ya Resulallah, salavatı necə söyləyək? Hazreti Peyğəmbər Aleyhisselam buyurdu ki, belə deyin. Allahümme salli ala Muhammedin ve ala ali Muhammed ve ardında dedi. Hazreti Peyğəmbər Aleyhisselamın əhl-i beytini yaddan çıxartmayaq. Yəni sallallahu aleyhi ve aleyhi ve sellem ve yaxud da ve ala aleyhi ve sellem. Aleyhi kimdir? Ali, Fatıma, Hasan ve Hüseyin Aleyhisselam. Ve İmam Hüseyin'e eğer etibar edirsinizsə, İmam Hüseyin'i həqiqətən sevirsinizsə, İmam Hüseyin Aleyhisselam buyurur ki, cəddim buyurdu, hər kəs mənim əhl-i beytimi salavatda çəkməsə, salavat göndərməsə, behiştin iyin duymayacaqdır.